Salam yoldaşlar, bizə deyir ki, 6, 5, 25 almalıyıq, 7, 4-dən 24 almalıyıq və 9, 7-dən sual işarəsi. Biz burada ümumiyyətlə bilirik də, məntiqdən biz video paylaşan demişdik ki, məntiqə müxtəlif üsulla yanaşmaq olar. Baxın, 6-dan 5-ə ox qoyub, 5-dən 25-ə 4 bucaq qoyubsa, bunlar fərqli bir şey demək ki, fərqli üsullardır yəni. Gəlin burada belə bir iş görək. Baxın, 6-nı biz 5-ə vursaq nə olar? 30. 30-dan təzədən 5-in özünü çıxsaq nə olar? 25 olar. Görürsünüz, cavab alındı. İndi 7-ni 4-ə vursam 28, 28-dən bu 4-ü çıxsam 24, yəni bu çıxmaymış. 9-u demək 7-yə vuracam, 63 eləyəcək, 63-dən bu 7-ni çıxacam, 7 qalacaq neçə? Təbii ki, 56. Bizə lazım olan cavab neymiş? 56 imiş. Diqqətli oluruq, özümüzə güvənirik. İkinci tura az qalıb, inşallah dayanmadan işləyirik, əziz çəkirik. Sağ olun.